Salam, hörmətli abituriyentlər, Bizansdan danışacağıq. Bilirik ki, 395-ci ildə Roma iki yerə parçalanır, Qərbi və Şərqi Roma. Qərbi Roma Qərbi Romadır, Şərqi Romaya da biz həm də Bizans deyirdik, onun paytaxtı da Konstantinopol idi. Dövlətin ərazisi ilk dövrlərdə 3 qitədə, Asiya, Afrika, Avropada yerləşirdi. Xəritədən də gördüyünüz kimi. Paytaxtı Konstantinopol şəhəri idi. Bu şəhəri Qızıl Körpü adlandırırdılar. Bizansın isə mindən çox şəhəri var idi. Ona görə Bizans həm də şəhərlər ölkəsi adlandırırdılar ki, yəni nə qədər şəhəri var burada. Dövlətin qızıl pulu Asiya, Afrika, Avropada istifadə olunurdu. Dövlətin, ordunun və kilsənin başçısı qeyri-məhdud hakimiyyətə malik olan imperator idi. Qeyri-məhdud hakimiyyət. Bizans əhalisinin əksəriyyəti amma Yunanlardan təşkil olunurdu və dövlətin rəsmi dövlət dili də Yunan dili idi, dəyərli abituriyentlər. Din isə xristianlıq, yəni pravoslavlıq məzhəbi idi. Bizansın qızıl əsri Justinianın dövrüdür. Və Bizansın qızıl əsrinin rəmzi müqəddəs Sofiya məbədidir. Ayasofya Camii var, hal-hazırda Türkiyədə, İstanbulda. Bax, ondan söhbət gedir. Müqəddəs Sofiya məbədi idi bir zamanlar. Justinian məcəlləsi qəbul olunur. Baxın, Franklarda da Qanunlar məcəlləsini Xlodvig qəbul etmişdi, oxşar cəhətdir. Xarici siyasətdə qədim Roma imperiyasının sərhədlərini bərpa etmək siyasəti yürüdürdü. Ona görə də geniş işğalçı yürüşlər eləyib, Vandal krallığının ərazisini işğal eləyir. İtaliyada Oskot krallığı İspaniyanın cənub-şərq ərazilərini ələ keçirir. 532-də Sasani dövləti ilə sülh müqaviləsi imzalanır. Bizansın ən təhlükəli rəqibi ilə aramsız müharibəsinə son verilir. Balkan yarımadasında Slavyan və türklərin məskunlaşmasına icazə verir. Onların məskunlaşması ilə də Slavyanların xüsusilə xalqların böyük köçü nəticəsində bunlar köç edirdilər və Slavyanların Bizans ərazisində məskunlaşması ilə bu köç başa çatır. Hakimiyyətinin sonuna yaxın Bizansın ərazisini 2 dəfə artırır. Justinian. Justinianın vəfatından sonra isə boşalmış xəzinə, Bizansın zəifləməsi, bir neçə düşmənlə üzbəüz qalması, Qərbdə İtaliya və İspaniyada ələ keçirilən ərazilərin itirilməsi Bizansı getdikcə çöktürür. 7-ci yüzillikdə ərəbləri görürük. Ərəblərin yüksəlişidir. Asiya və Afrikadakı ən varlı vilayətlərinin çoxunu Bizans itirir. 10-cu yüzillikdə Abbasi xilafəti ilə Böyük Bulqar zəifləyir, Bizans biraz özünə gəlir. 11-ci yüzillikdə Səlcuqları görürük. Malazgirt döyüşündə Şərqi Anadolu itirilir. 1202-1204-cü illərdə Səlibçilər Konstantinopolu tuturlar və Bizans öz varlığını 1261-ci ilə qədər itirir. 1261-də təzədən özünü bərpa eləyir, amma 1453-cü ildə Konstantinopolu 2-ci Məhməd fəth eləyir və Bizans imperiyası süquta uğradılır. Konstantinopol, İstanbul adlanır. Belə, hörmətli abituriyentlər, ümid edirik ki, Bizans mövzusunu da sizə asan və anlaşıqlı dildə izah edə bildik. Hər birinizə uğurlar arzulayırıq. Gələn görüşlərədək. Hələlik.